Salam, hər vaxtınız xeyirli olsun, əziz və dəyərli dostlar. Ölkənin bir nömrəli hava səhifəsinin dəyərli izləyiciləri. Hər bir kəsə bu dəqiqə bir sual maraqlıdır ki, bu Bakı Abşeron yarımadası və Respublika ərazisində Sumqayıtda yağan yağıntılar və güclü küləklər nə zaman səngiyəcək? Artıq öncədən də qeyd etdiyimiz kimi aprel ayının 6-sı günün ikinci yarısına etibarən, günün ikinci yarısına yaxın müddətinə etibarən yağıntıların və küləyin səngiməsi ehtimal olunurdu və günün ikinci yarısı doğru artıq yağıntılar səngiyib, əsas kəskin dövrünü itirib və günün ikinci yarısından sonra isə yağıntılar azalması gözlənilir. Sabahları ayın 7-si aprel ölkəmizin qərb bölgələrində Gəncə, Qazax, Tovuz, Şəmkir, Aksaray ərazilərində və bəzi şimal və şimal-qərb bölgələrində yağıntıların olması ehtimal olunur. Bəzi ərazilərdə isə yağıntılar, rayonlarımızın bəzi ərazilərində isə yağıntılar ayın 9 və 10-na kimi davam eləməsi ehtimal olur. Bakı Abşeron yarımadası üçün yağıntılar kəskin dövrünü artıq itirmiş sayılır. Sabah bəzi ərazilərə səhər saatlarına yağıntılar az ola bilər. Ətraflı məlumatlar hər zaman bizimlə bərabər olacaq. Dostlar, səhifəmizi izləməyi unutmayın. İstənilən sosial şəbəkələrdə.